Hörmətli izləyicilərimiz, bu günlərdə biz Maştağal qəsəbəsində yerləşən Savalan qəsəbəsindəyik. Biz burada gördüyünüz kimi Savalan qəsəbəsində 3 sotda olan 40 kvadrat metr evdəyik. Ev çox yaxşı bir yerdə yerləşir, metroya yaxındır. 139-102 nömrəli marşrut buradan keçir. Yaxınlıqda market var, aptek var, yəni yaxınlıqda hər şey var. Daha marketdə var, aptekdə var, bağçada var, hər şey var. Gördüyünüz bu 3 sotun içində, hətta mən sizə göstərim, buralıqda meyvə ağacları da var həyətdə. İstəsəniz həyətdə digər bir ev tikə bilərsiniz, evdə artıra bilərsiniz. O sizin istəyinizdən asılıdır. 3 sotun içində 40 kvadrat metrin içində hamam tualet ayrıdır. Hamam tualet burada yerləşir, ayrıda yerləşir. Amma evimizin içərisində daxil olacaq. Mən demək istəyirəm ki, bu evi yatırım kimi də götürə bilərsiniz. Yəni evi kirayə də verə bilərsiniz. Çünki bura biraz xod gedən yerdir. İstəsəniz bu evi kiraya verin. Kirayəsi 300 manat, 250 manata verə bilərsiniz. İndi isə gəlin içəri keçək. Ev 2 otaq, 1 kuxonanın mətbəxdən ibarətdir. Gördüyünüz kimi içəriyə keçən kimi mətbəxdir. Demək istəyirəm ki, mətbəxdə gördüyünüz bütün mebellər perladan yığılıb, amma yəni ki orijinaldır. Yəni sex malı deyil, fabrik malıdır. Bir xaladelnik götürüləcək burada, amma qalan əşyalar hamısı yerində qalacaq. İkinci gördüyümüz otaq yataq otağıdır. Yataq otağında bir uşaq götürüləcək. Qalan hamısı yəni qalacaq burada. Sonra gəlirik. Bura bizim qonaq otağımızdır. Dediyim kimi qonaq otağındakı mebellərimiz perladan yığılıb. Qonaq otağında televizor, sonra dediyim kimi xaladelnik, paltar yuva maşını, bunlar götürüləcək. Qalan əşyalar hamısı evlə birlikdə satılır. 45.000 manat, 45.000'dir. Əgər həqiqətən də real alıcı olsa indirim var. Real alıcılarımıza indirim olacaq. Bir nəzərdə çatdırmaq istəyirəm ki, otaqların qapıları yoxdur. Amma onu da həll etmək olar. Yəni onu da bir indirim etmək olar. Sonra kondisioner qarşı. Kondisioner də qalacaq, eşya içəridə. Bəli, kondisioner də içərisində qalacaq. Listur, kondisioner hər şey içərisindədir, hər şey qalacaq. Dediyim kimi bir dənə o 3 əşya, xaladelnikdir, televizordur, paltarya maşınlı, onlar götürüləcək. Real ağacları xahiş edirəm, narahat etsin ki, real ağacları həqiqətən də indirim olacaq. Çok sağ olun.